Dəyərli izləyicilər, hamını salamlayıram. Budur deməli növbəti videomuz və növbəti videonun deməli səbəbkarları hal-hazırda təqdim olunacaq. Çalışaram bu təqdimatdan sonra dərhal montaj edib, yəni birbaşa keçəcəksiniz tiraj deməli icmalına. Deməli bugünkü başlayaq biz bu fırçadan, Yagi şirkətə aid olan fırçadır, sintetik fırçadır, 24 milli diametr loftu. Çox gözəl bir fırçadır. Uzun müddətdir məndədir. Bir-iki dəfə cəmi istifadə etmişəm, çox yumşaqdır. Niyə görə sintetik fırçanı bu günləri seçdim? Çünki sabunlar da deməli iki sabun arasında mən seçməli olacağam. Ona görə məhz bu fırçanı seçdim. Çünki sabunlar belə deyək çox miqdarda əlavə olunmalıdır ki, bizim köpüyümüz normal alınsın. Mən bildiyim qədər. Sabunlar olacaq Razorok'un sabunlarıdır. İndi mən bunların qoxularına baxacağam. Bir bu klasik Italian Shaving Soap adlı Razorok sabunudur. Növbəti sabunu isə Saturnia adlı bu sabundur. Hansısa bir otların belə deyək qoxusu var. Amma deməli əsas komponenti sabunun olurlar yağla gələvidir. Qalanlar əlavələr də aromatik və başqa əlavələrdir, amma əsas ingrediyentlər deməli yağla gələvi. Yağ ola bilsin bitki yağı olsan, ola bilsin heyvan yağı olsan, ona görə qiymət də fərqlənir sabunun. Deməli bitki yağı olanda sabunları biz adlandırırıq vegan sabunlar. Sabunları çox sağ olsun Orxan müəllim test üçün bizə verib. Birini artıq deyəsən özü də test edib. İcazənizlə. Çox klasik bir qoxusu var. Sanki biraz mentolludur, yoxsa evkaliptli belə. Amma bilmirəm, deyinə görə bu bitki nədirsə, bir sekund. Burada yazıldığı otlardır. Tuscan herbs nə bilim nə. Və klasik İtalyan bərbər sabunu. Bunu heç Orxan abi istifadə etmir, birbaşa bizə təqdim edib ki, bizi test eləyək. Çox sağ olsun, Allah razı olsun. Bəli, burada mindal qoxusu verir. Yəni təmiz mindal qoxusu. Bilmirəm indi hansını istifadə edim. Bu mindal qoxulusunu yoxsa buna baxacağam. Bir sözlə yenə də qoxuları bir-biri ilə nə ilə fərqlənir baxaram. Sonra aftershave olaraq bizdə olacaq Floyd. Yəni klasik Floyddur, budur. 1932-ci ildən artıq mən başa düşdüyüm qədər bunlar biznesdədirlər. Budur. Çalışaram videonun sonunda, sağında hardasa sizə təqdim edeyim bunun bu ingredient adlı hissəni. İspan dilində yazılıb. Deməli nə idi o? İ vasitəsilə tərcümə edərsiniz inşallah. Budur Floyd'un özü. Bunu mən Trendyolda almışdım. Bakıda rastıma gəlməyib. Əgər hardasa Bakıda satılırsa xəbərləyin. Yaxınlaşaq. Allah, yəni mükəmməl bir həm qoxu cəhətdən, həm belə deyək texniki spesifikasiyaya görə çox gözəl bir aftershave-dir. Əgər yoxdursa, yəni alın, peşman olmazsınız. Spirt falan yoxdur tərkibində mən bildiyim qədər. Daha çox belə deyək qoruyucu, yəni qoxu yaxçıdır, qəşəng klasik qoxusu var. İnşallah aftershave Floyd olacaq. Dəriyə qarşı çox mülayimdir. Yəni məsləhətlidir. Və əsas səbəbkarı yoldaşlar bizdə olacaq ki, bu da çox sağ olsun bizim çox hörmətli
Orxan müəllim. Orxan səni tanıdacağam. Budur Lambda Razors. Test üçün verib. Çalışaram bu 10 gün ərzində maksimum satıcı Theodoros Dragonos deməli Orxana öz təşəkkürünü bildirir. Aldığı tarixlər filandır. Budur, burada bütün məlumatlar deməli burada bizdə olan model başqadır. Deyəsən Afina'dır. Bəli, Athena. Afina'nın spesifikasiyasıdır. Burada müxtəlif metallardan hazırlanır. Bütün modellər deməli CNC dəzgahlarda hazırlanır. Yunanistan ustasıdır. Bizim deməli burada qutuda olan 140 gümüşdən hazırlanıb. Bu modeldir Ares V2 və bir modeli həddindən artıq aqressiv olduğuna görə deməli öz belə deyək gün işığı görən model V2 oldu indi. Budur deməli neytral ekspozisiyadır. 31 qəbdir, 95 qram çəkisi, bilmirəm bu bronz manufacturing, bronz materialdan olanı biz gərək baxaq. İnanmıram ki o 30 neçə qram olacaq. Budur bronz gümüş materialdan olanın rəngi planı. Hayf tərəzi yoxdur, mən tərəziyə qoyub çəkisinə baxa bilərdik. Budur müxtəlif hesablar. Bir daha çox təşəkkür edək Orxan abiyə, Orxan müəllimə ki bizə bunu sizə təqdim etmək üçün, test etmək üçün ötürdü. Budur. Artıq qutudan hər şey bəllidir yoldaşlar. Qutusuna baxın. Nə ağacıdsa çox gözəl düzəldilib, ayaqları falan. Bu onların saytları. Onu qeyd edim ki, Lambda Razors'ı almaq həddindən artıq çox çətindir. Nə mənada almaq olar? Olmur. Yəni ki, istehsalçı belə deyək, bir bək deyək, bir partiya buraxdı, sonra uzun müddət olmur. Yəni satışda olmurlar. Hə baxırsan saytına sold out, yəni satıldı, yoxdur. 2019-cu il, bu bilmirəm indi. Mən bu deməli Lambda Razor'ın bu 140-xanları üçün hardasa bir yalan olmasın, bir 3 il yəni əməlli başlı ovundayam ki, əldə edim. Petlələrinə baxın, çox gözəl. Deməli qutuda artıq bizdə 2 növ belə qutular bağlı, deməli 2 tərəfli tiyələr var. Bir Gillette Wilkinson'dır. Bir də göy Astra. Heç vaxt işlətməmişəm, amma qutu bağlıdır. Çox güman ki, indi mən bilmirəm. Mən bunları istifadə etməyəcəm. Çünki Orxan abi icazə verər-verməz bilmirəm. Axır nəysə belə bronz materialdan yazılıb, gümüşdəndir. Bu da 140-xanın özü. Çox mükəmməl bir dizaynı var yoldaşlar, baxın. Bu deməli Open.com sayılır bizdə, daraqlıdır dişləri. Budur. Mən bunu söküm də, buranı da görsədim sizə, burada da yazı olmalı əgər kamerada Lambda yazısı. Yəni mükəmməl yoldaşlar. Gəlin bunu sökək. Əldə qalmağı falan düz sürüşkən mən bilmirəm ki 140-acıyam, amma yenə də çox gözəldir, çox gözəldir. Aha, bura deməli plastik bir şayba qoyulub. Budur, burada da hansısa informasiyalar var. Gəlin çalışaq bunları. Ares modelin adıdır Made in Greece, yəni Yunanistan. 20, bu yəqin bunun unique nömrəsidir, 25.0 neçə? 59 yoxsa 59 V2 modeli V2. Bu nədir, nə yazılı? Ares təzələn yazısı. Bu da həmin onun bu profil şəkli. Gördüyünüz kimi. Yəni ki, yoldaşlar, bu nədirsə başqa səviyyədir. Budur, baxırıq. Mükəmməl. Hətta ilk tərəfdən də usta işləyib.
bunu hamarlaşdırıb bümürcün bir xüsusiyyəti var, tez bir zamanda havada rəngini dəyişir. İndi bilmirəm bu nə növ bümücdürsə, satıcının deyilənlərinə görə hələm-hələm rəngini atmır. Amma yenə də məsləhət odur ki, hər tıraşdan sonra bunlar qəşəng-qəşəng qurudaq, silək və hamamdan qıraq bir yerdə saxlayaq. Budur, yoldaşlar. Super. Super, mən bilmirəm necə alınacaq bizim tıraşımız, çünki Ares həmişə təqdim olunur çox aqressiv bir R41-ə oxşar bir aqressiyaya malik olan bir 140-an kimi təqdim olunurdu, belə deyək. 140-an bu forumlarda və filan yerlərdə, amma V2 model necədir? Biraz yalançı çıxan, deyilənlərə görə yumuşalıb artıq. Tiyələr olacaq bizdə Gillette Platinum yoldaşlar. Tez bir zamanda mən çalışım bunu yerləşdirim bizim 140-anımızda və dərhal keçəcəyik biz, yəni mən montaj edib təbii ki. Amma mənim üçün bu proses dərhal olmayacaq, bir qədər. Bu, görürsünüz, bu yapışqanı bura əlavə edirlər. Bilmirəm bu yapışqandır, parafindir, nədir? Mənim başıma bir növ oyun açır. Üstə gəl, mən kameradan baxıram ki, normal çəkiliş alınsın. Buna da tez bir zamanda alınmır yoldaşlar. Fikir verin, deməli bu Gillette Platinum və Gillette Silver tiyələrdə deməli təzə növ Gillette Platinum çıxıb, deməli bütöv belə göydür. Gillette Platinum yazısı ağdır, nəysə belə bilin ki, Çin istehsalıdır. Bunlar əgər səhv etmirəmsə, hələ də Rusiyanın Sankt-Peterburgun istehsalıdır, əgər səhv etmirəmsə. German yazır. Bir sekund hardasa var o informasiya. Rusiya, vay yavaş. Burada Peterburg falan de Rusiya sözü. Tak что yoldaşlar Rusiyanındır. Bilmirəm indi axırıncı son dünyada baş verən hadisələrə görə hara keçirdiblər istehsalatı, deyilənlərə görə Hindistan'dır artıq. Yoldaşlar fikir verin, bu çıxıntıların üstündə də belə lambda işarəsi qoyublar. Dəhşətdir. Çox gözəl. OpenComp. Mən hələ də böyük belə deyək fanatı deyiləm bu OpenComp'ların. Amma neyniyək? Çox gözəl bir 140-andır. Belənki 140-anları ancaq necə servanta qoyub saxlayırsınız, bəhbəh deyirsiniz. O bagem şüşələrdən olan qablar kimi. 140-mırsınız, ancaq baxırsınız. Budur yoldaşlar. Çox qəşəng, super. Tiyənin çıxıntısına baxaq indi. Çox az çıxır, çox azdır. Qəbdəki demək olar ki, yoxdur. Görə bilirsiniz, mən də görəmirəm, çox az çıxır tiyə qapağın altına, həm bu tərəfdə, həm bu tərəfdə. Hər iki tərəfdən eyni çıxır, CNC dəzgahda hazırlanır. Qulaqları azca burada adamın barmağına ilişir. Hiss olunur. Bilmirəm, bəzi adamlar bunu mənfi hal kimi qəbul edirlər. Bu obyektiv bir fikirdir, amma məncə subyektiv olaraq mənim üçün yaxşıdır bu. Çünki yerləşdirmək, çıxartmaq tiyəni buradan o sabunlu yaş əllərlə daha asanlaşır. Məncə bu müsbət bir haldır. Budur. Mənim üstümdə bir əski var, yəni mən bu barmaq izlərimi buradan silək. Çox qəşəng. Mükəmməl. Çox gözəl bir 140-andır. Orxan abini təbrik edirik, sağlığını. Ödür. Çox qəşəng bir 140-andır. Sağlığına qismət. Çox qəşəng. Yoldaşlar, bu notalarda gəlin ki, keçək tıraş icmalımıza. Orada artıq videonu mən köpük üzümlü olaraq çıxacağım qarşınıza ki, vaxtınızı minimuma salaq. Dəyərli izləyicilər, bir daha
hamınızı salamlayıram. Deməli davam edirik bizim tıraşımızı və harda qaldı? Mən deməli bütün iştirakçıları artıq sizə nümayiş etdim. Montaj edib, yəni ki, birləşdirib bir video kimi sizə göstərəcəyəm. Deməli, üzümə vurdum sabun. Sabun olaraq oldu bizdə bu Saturnia adlı belə bir İtalyan sabunu. Razarok'un. Budur yoldaşlar. Qoxusu hansısa bir otların qoxusudur, belə deyək, xüsusi. Orada qeyd olunub. Deməli, Tuscan herbs, yəni ki, otlar və sulfur rich minerals, yəni ki, kükürtlə dolu hansısa minerallar var. Tərkibində ümid edirəm xeyirlidir bizim dərimiz üçün. Artıq köpük də hazırdır. Budur. Gördüyünüz kimi həmin nümayiş edilən yəqinin deməli sintetik fırça ilə və üz qırxanımız olacaq Gillette Platinumdan olan deməli Lambda RS V2 modeli görək. Yoldaşlar, qəp deməli 0.31 kimi deyilir satıcı tərəfindən. Üstəgəl bunun ekspozisiyası neytraldır. Yumşaq olmalıdır. İndi görək. Bundan əvvəlki deməli RS modeli Lambdanın, yəni ki R41 ya R41 kimi təqdim olunurdu. Yəni ki, onun performansını görək bu necə özünü göstərəcək. V2 olmalıdır biraz yumşaq. Görək. Başlayaq. 2 günlük saqqalım var üzümdə. Yəni 48 saatlıq. Görək nə olur. Artıq düşünürəm ki, biraz da iti tiyələri qoymaq olar idi. Amma görək, bu hələ ki ilk belə deyək, mənim hisslərimdə, amma ola bilsin vəziyyət dəyişsin, görək. Burunun altına görək necə alınır bizdə. Tiyə bəzi məqamlarda çox hiss olunur, bəzi məqamlarda yumuşaq gedir. O təbii ki, bu burun altı, bu dodaqlarda o ki mən bucağı azaldıram, dərhal tiyə hiss olunur. Qapaqdan qırxanda isə üzümü artıq tiyə hiss olunmur. Görək, davam edək. Mənə çox maraqlıdır bu hal-hazırda biz böyümənin istiqamətə üzümüzü qırxırıq. Mənə maraqlıdır bu vəziyyət necə olacaq. Böyümənin əksinə getdikdə, yəni qırxanda.
Artıq Ares'in birinci qanı. Nəsə çıxıntı var idi, kəsdi, getdi. Birinci pərdə pis deyil, amma artıq deyə bilərəm ki, deməli Ares deməli V2, yəni V2, V2 modeli yəni ki, o misal üçün elə üz qırxanlar var, R41-in özü deyək. O birinci pərdədən artıq demək olar ki, tiraj sona yetdi, yəni tiraj bir daha hansısa bir pərdəyə ola bilsin ki, ehtiyac olmasın. Amma yəni ki, Ares V2 elə deyil, kifayət qədər saxlayır üzdə. Ona görə düşünürəm ki, burada 2-3 pərdə olacaq, amma yenə də baxaq. Hələ heç nə deyə bilmirəm. Öymənin əksinə üzümüzü qırxaq, görək özünü necə görsəlir. Amma tiyə hiss olunur üzdə. Azca o dodaq altı və burun altı və dodaqlarda o belə deyək, bucağı azaldan kimi tiyə hiss olunur. Yoldaşlar, sabuna gəldikdə isə deməli bu Razorok'un Saturin adlı bu sabun nə deyə bilərəm? Deməli o premium sabunlar kimi deyil. Prarasadan biraz azca belə yuxarıdır. Qoxusu belə üzə çarpan deyil, yəni ki, çox belə incə qoxusu var. Prorasa kimi tez bir zamanda qurumur. Hardasa orta keyfiyyətə malik olan bir sabunlar kimi bunları təsvir etmək olar, yoldaşlar. Bəli, yoldaşlar, mən bunu təxmini biraz belə hiss eləyirdim. Sadəcə olaraq tələsmək istəmirdim, onu deməyə sizə. Əks istiqamətdə çox komfortludur. Sanki R41-dəki kimi, R41. Deməli, biz böyümə istiqamətdə azca da olsa tiyəni hiss etsək, böyümə istiqamətdə, hiss edirik, amma əksinə o ki, çox vaxtı qapaqdan olur və bucaq böyük olur. Tiyə o qədər də hiss olunmur dəridə və çox komfortlu gedir, amma komfortlu olmağına baxmayaraq üz qırxan kifayət qədər. Görürsünüz buradakı bu mikro çapıqları o nə deməkdir? Kifayət qədər effektivdir və təzyiq etməmək daha çox məsləhətlidir. Hələ mənim əl motorikam ümumiyyətlə tutmayıb bu üz qırxanı. Yəni birinci dəfədir sizin qarşınızda. Bu üz qırxanı testdən keçirdirəm. Bu ki, hələ ki məndədir.
Çalışacağım arda bu 140-la üzümü qırxım və videoları sizə nümayiş edim. Sonra da çox güman ki qaytarmalı olacağım 140-ı Orxan abiyə. Kəsdi gördüyünüz kimi. Mən dediyim kimi kifayət qədər effektivdir və konforludur. Boğazımın altını üstüne saldı. Baxmayaraq ki, çoxlu çapıq saldım üzündə. Yenə də tıraşdan razıyam. Problemli yerlərimi qırxıb. Yəni, buranı qırxıb, buranı qırxıb. Burada biraz işləmək olar. O ki, çapıqların sayını nəzərə alaraq mən deməli o toxumalar, yəni toxunmaqları, qaçaqları etməyəcəm. Üzümü yaxalayıb qaydıram sizin yanınıza. Çünki çox böyük bir miqdarda mikro çapıqlar əmələ gəlir. Amma üz qırxan çox komfortludur. Heç hiss olunmur ki, haçan kəsildi, necə kəsildi. Ona görə mən mikrofonu və eynəklərimi çıxardıb, üzümü yaxalayıb qaydıram yanınıza. Dəyərli izləyicilər, çox üzürlüsən, biraz sizin vaxtınızı aldım. Deməli, davam edirik. Aftershave olaraq artıq videodan belə qabaq mən də təqdimat apardım. Floyd'dır. Biraz sirkələdək. Çox gözəl belə bir, klassik bir qoxusu var. O, mən belə deyək, cavanlığımı, uşaqlığımı yada salır. O, babalarımız falan istifadə etdiyi adikolonların iyi gəlir. O, yandırdı. Mən hələ dedim, spirtli deyil, amma yandırdı. Çox qəşəng yoldaşlar, çox qəşəng. Çox qəşəng qoxusu var. Effekti də belə üzdə çox qəşəngdir. Keydici, mentollu belə deyil, soyuq belə bir effekt verir. Braraxso kimi belə sərinləndirir üzümüzü. Və dediyim kimi bu bütün losyonların əksəriyyəti üzdə nə qədər çapıq var, hamısı canlandırır adətən. Və budur. Bütün üzdəki mikro çapıqlara qədər hamısını canlandırdı. İndi mən düşünürəm, məndə burada hansısa bir balzam olsa, onu da istifadə edim. Budur. Biraz tozlanan Nivea'nın belə bir balzamı var.
sensitive skin üçün azca, yox, bundan da kullanaq, istifadə edək. Bu da yerinə qoyaq. Yoxsa yox, axırda nəysə deyəcəyim bəlkə. Budur yoldaşlar, məncə biz deməli bu iştirakçılar haqqında qısaca deyək. Deməli sabunumuz və fırçamız. Sabunu artıq üz qırxarkən mən dedim ki, deməli Saturina adlı belə sabunumuzdur. Budur. Çox xoşuma gəldi, nə mənada performansı pis deyildi. Dediyim kimi orta keyfiyyətə belə orta keyfiyyətli belə sabunlara aid etmək olar. Qoxusu necə deyim sizə, çox incədir. Necə? Yəni belə gözə çarpan deyil. Artıq köpük yaradanda o qədər də yəni üzdə belə siz o qoxunu hiss etmirsiniz. Bilmirəm artıq burun vərdiş olur yoxsa necə, amma yəni ki həqiqət belədir. Köpüğün özü pis deyil, qurumur, kifayət qədər belə deyək. Qoruyucu deyəndə sürüşkənlik filanı var idi. Sıxlığı o qədər də pis deyildi, yaxşı idi. Belə deyək, birinci sort demək olmaz ki, yəni ki, superdir. Fırça isə performansı yaxşı idi, pis deyildi. Üstə gəl, üzdə belə işlədəndə, yəni üzünüzə çəkərkən köpüyü bu fırladıb, belə sanki topu fırladırsınız, yəni belə bir effekt edir. Sintetik fırçalarda bu haqqısa var. Bəzilərində məhz bu fırçada da o effekti mən hiss etdim. 24 milli diametrli not, yəni ki fırçanın çox xoşuma gəldi, belə zahir görünüşü də pis deyil, çox qəşəngdir. Floyd, bilmirəm, bunun tərkibi nədir, hamısı İspan dilində yazılıb. Təbii ki, mən bunu deməli II vasitəsilə tərcümə edə bilərdim, amma etmədim. Çalışaram, montaj edib ekranın hansı hissəsinə onun o tərkibini qoyub. Siz özünüz artıq II vasitəsi ilə tərcümə edib biləsiniz. Klassikdir, yəni elə də pis deyil, yaxşıdır. Çox xoşuma gəldi. Artıq yoldaşlar, deməli bu aftershave yaxalanmalardan sonra artıq o ki, nə ki çıxıntılar, zatlar var, hamısı hiss olunmur artıq, yəni ideal bir tıraş hiss olunur üzdə. O ki, köpükdən sonra biraz o, belə deyirlər, üzdə olan o tüklər, zatlar belə dik durur, ona görə elə hiss edirsiniz ki, sanki yəni tam tıraş olunmamışsınız, psixomatik bir məqamdır. Amma artıq aftershave-dən və soyuq su ilə yaxalanmadan sonra normaldır. Yəni başa düşürsünüz ki, normal tıraş olunmuşsunuz. Bütün problemli yerlər falan hamısı əladır. Yəni ki, çox qəşəng bir tıraş alınır. Sadəcə olaraq deməli bizim Lambdanın Ares V2 modeli, yəni V1 modeli hətta deyirlər, bundan da aqressiv olub. Bəli, hiss olunur. Artıq siz də gördünüz, mən də gördüm. Nə qədər çapıq saldı. Amma yəni ki, çox komfortlu idi. Yəni o nə deməkdir? Çox effektiv və eyni zaman komfortludur. Ona görə bu 140-la zarafat etmək olmaz. Biraz bunu belə deyək, 31 qat var, zero, yəni neytral ekspozisiya var. Bu biraz məni nə bilim qoruyar, nə bilim neyniyar, hələ də aqressiv deyil, yox yoldaşlar, kifayət qədər effektivdir. Ona görə hörmətlə yanaşmaq lazımdır 140-ana. Yəni onu nəzərə almaq lazımdır və ehtiyatı R41 kimi və yaxud hər hansısa başqa bir effektiv bir 140-la üzünüzü necə qırxırsınızsa, yenə də elə də üzünüzü qırxmalısınız. 3 pərdə də etmək olardı.
sadəcə olaraq hələ ki məndə əl motorikası yatmayıb bu 140-ana, gərək uzun müddət eyni 140-anı istifadə etsin adam ki, onun əl motorikası ona öyrəşsin. Çox gözəl, zahir görünüşü planı, yəni superdir yoldaşlar, mükəmməldir. Yazıları, planı, hər şeyi. Deməli, bunu bugün bu videoya da sizə təqdim etməkdə iştirak edən Orxan abiyə buradan təşəkkürlər və salamlar və təbii ki, bunun istehsalçı Theodoros adlı Yunanistanlı şəxs məhsən rəhbəridir, kimidir. Ona da böyük təşəkkürlər. Ola bilsin, indi mən ingilis diliyə keçim və öz təşəkkürlərimi bildirim, bacardığım qədər. Theodoros, thank you very much. Just beautiful razor. The performance is the same as it is. It has a, let's say, this beautiful view, everything. The shaving was the same, I would say. As it is perfect, aesthetically perfect, it is same in performance. Very good razor, very good, beautiful. I don't know, I can't find words, letters to say how beautiful it is. Let's say, very beautiful. Thank you very much. Thank you once more. I wish you all the best, good luck, and I hope in the future you will do something even better than this. Okay, yoldaşlar, bu qədər. Videodan xoşunuz gəlibsə, like qoyun, zəhmət olmasa, düşünsəz ki, kimin üçünsə bu videolar maraqlı olar, bölüşün. Komment bölməsində kommentlərinizi saxlayın və çox şad olardıq əgər siz bizim kanala abunə olsanız. Bizim kanalda bundan sonra da belə maraqlı videolar olmalıdır, ümid edirəm. Məndən bu qədər, sağ olun, gələn görüşlərlə dək. Sağ olun.